cənnət deyə axtarmağa ehtiyac yoxdur. Cənnəti hal olaraq özümüzə, yəni etməliyik ki, biz hal olaraq cənnətə çevrilik. İnsanları baxın, qadağalar birsiz hardan yaranır Aytən xanım? Hər birimiz evlad, balaca uşaq olmuşuq. O evladı azca boyu hündürləşən kimi, ikinci evlad dünyaya gələn kimi onun boyu var axı. Deyir ki, eləmə, ayıbdır, görsən nə boydasan. Yəni artıq sən böyüksən. Artıq bu şuur altına qadağa sanki insan var davanı sevir, insan var dalaşmağı sevir, ondan motivasiya alır, motivə olur. Bu hardadır? Kök, ailədədir. Mənə o qədər yazırlar ki, Aytən xanım, inanın ki, Allaha, ona mən cavab verməyə mənim nə vaxtım, nə zamanım olmur. Panik ataqdan əziyyət çəkənlər nə qədər insan var, nə qədər insan var, kökənci hamısı nədir? O uşaq vaxtından yaşanan stresslərdir. O çıxmayıb, üzə çıxmır. Ondan sonra o qalır insandır. Gerçəkdən heç nə yoxdur. Gerçəkdən heç nə yoxdur. Amma bəbədən deyir ki, skorunu çağırır ki, mən ölürəm.